Salam hər kəsə. Heç şir haqqında yuxu görüb bunun nə məna verdiyini düşünmüsünüz? Bugün sizə yuxularınızda bu əzəmətli canlıların gizli mənalarını açıqlayacağam. Əvvəla heyvanlar haqqında yuxu görmək çox vaxt dərin simvolik mənalar daşıyır və şirlər də istisna deyil. Onlar gücü, qüdrəti, səlahiyyəti, liderliyi və özünə inamı təmsil edir. Yəni, yuxunuzda şir görmək daxili gücünüzün və liderlik potensialınızın əks sədası ola bilər. İndi isə müxtəlif ssenariləri nəzərdən keçirək. Sakit bir şir görmüsünüzsə, bu dəstəkləyici bir mühit, güclü müttəfiqlər və daxili sülhün əhəmiyyətini simvollaşdırır. Sanki yanınızda səssiz bir qoruyucu var. Digər tərəfdən, əgər şirlə mübarizə apardığınızı yuxu görmüsünüzsə, bu mübarizələri və maneələri təmsil edir. Döyüşdə qalib gəlmək, zəfər və çətinliklərin öhdəsindən gəlmək deməkdir. Yuxunuzda hücum edən bir şir potensial təhlükələrdən və ya rəqabətdən xəbərdarlıqdır. Bu, sizi ehtiyatlı olmağa və problemləri həll etməkdə proaktiv olmağa çağırır. Şir balası görmüsünüzsə, bu, yeni başlanğıcları və fürsətləri ifadə edir. Bu, liderlik bacarıqlarınızı inkişaf etdirmək və böyüməyi qəbul etmək üçün bir işarədir. Şiri yaxından görmək sizi daxili gücünüz və ambisiyalarınız barədə düşünməyə vadar edir. Dost şir uğur və tanınmağı ifadə edirsə, qorxulu şir daxili narahatlıqları göstərir. Şiri bir görüntü kimi yuxuda görmək, xüsusən də vacib qərarlar qəbul etmə dövründə, daxili gücünüzü kəşf etməyə və problemlərlə qətiyyətlə üzləşməyə çağırır. İndi isə şirin rəng variasiyalarından danışaq. Sarı şir böyük uğuru, liderliyi, həyatda əhəmiyyətli dəyişiklikləri, var dövləti və rifahı simvollaşdırır. Bu, karyera yüksəlişinin və güclü iradənin göstəricisidir. Bəs yuxuda şir, yəni Azərbaycan dilində aslan görmək nə deməkdir? Bu, cəsarət, güc, liderlik və çətinliklərin öhdəsindən gəlmək mövzularını gücləndirir. Düzgün qərarlar qəbul etməyi və başqalarının hörmətini və etibarını qazanmağı vurğulayır. Və nəhayət, pələng görmək cəsarəti, qorxmazlığı və çətinliklərin öhdəsindən gəlməyi təmsil edir. Gözlənilməz müsbət hadisələri və uğur üçün daxili gücünüzdən istifadə etməyi simvollaşdırır. Beləliklə, növbəti dəfə şir haqqında yuxu gördüyünüzdə, bu məlumatları xatırlayın və onların real həyatınıza necə təsir etdiyini görün. İzlədiyiniz üçün təşəkkür edirəm və şirin yuxular. Daha çox yuxu yozumları üçün bəyənməyi, şərh yazmağı və abunə olmağı unutmayın. Növbəti dəfə görüşənədək.